Ya Allahın adı. Allah hər kəsə xeyir versin, Allah olmayanlara da qismət eləsin. Bax, belə bir məhəlləmiz çıxıbdır, Gədəbə kafesinə yaxın. Bax, belə bir məhəlləmiz çıxıb. Amma məhəlləmiz belə deyim, 5 sotdur, 2 sotu buradan bölünəcəkdir, özlərinə qalacaq. Buradan 3 sotu satılır. Buradan belə 3 sotu satılır. Bax, deməli, bu məhəllə görünüşümüz. Özü rəsmi sənədləndir. Yəni, kim alsa birbaşa alıcının adına çıxarış veriləcəkdir. Bax, bu deməli, bu girəcəkdir, belə bir böyük bir pirxojnu var. Buranın məsələsini böyük bir kuxuna da eləmiyorlar. Bax, belə bir pirxojnu. Yəni, bu tanış eləyim sizdən, əziz izləyicilərimiz. Bura deməli sanitarı, bu da sanitarı. Yəni, kosmetik qalıq işləri qalıbdır. Yəni, maliyyər işi lazımdır. Deməli, hamam otağı, bu hamam otağı. Bax, belə bir ətraflı məlumat verirəm. İndi evlə tanış eləyim sizi. Deməli, burada həmən bir otaq, bax, burada bir otaq, bax, burada bir otaq. Sadəcə olaraq belə deyim də, yəni kosmetik qalıq işi qalıbdır. Burada bir otaq, burada bir otaq. Bax, sadəcə olaraq evin maliyyər işi lazımdır. Yəni maliyyər işi də, yəni kosmetik iş lazımdır. Deməli, 2 otağımız buradadır, 2 otağımız. Buradan daxil oluruq deməli qonaq otağına. Buradan qonaq otağına. Bax, belə bir geniş qonaq otağı var. Bax, belə bir geniş qonaq otağı. Ətraflı məlumat verim. Bu da bir yataq otağıdır. Ev deməli, belə deyim, 3 yataq otağı var. 3 yataq, bir qonaq, bir də ki, belə bir girəcək. Belə bir pirxojnuda, yəni böyük bir kuxuna, nə bilim, koridor, nə istəsiniz eləyə bilərsiniz. O ətraflı məlumat verirəm. Evimiz Gədəbə kafesinə yaxındır. Evimizin alıcının adına birbaşa belə deyim, yəni rəsmi sənəd veriləcəkdir, yəni bələdiyyədədir. Bildim, çıxarışı hazırdır. Evimizin qiyməti 47 min manatdır. Bildim, razılaşmamız da var. Allah xeyir versin hər kəsə.